Naviqasiya ümumiyyətlə bir şəhər mədəniyyətidirmi? Yoxsa bu bir məcburiyyətdən gələn bir şeydirmi? Baxın, dediniz ki, Avroviziyadan sonra bu artdı, deyək ki, formuladan sonra biraz da artdı və COP-dan sonra mən bunu daha çox gördüm. Özəlliklə son 6 ayda hal-hazırda şəhərdə çox ciddi işarələr yenilənir, sayniclər dəyişir, yeni texnologiyalar gətirilir. Amma bunun sizcə təməlində siz nəyi tutmağa çalışıram ki, bu necə sistemləşdirilə bilər? Yəni, misal üçün, siz də paylaşırsınız. Deyək ki, mən buzovna zonasında yaşayıram və orada hələ də Cümeyra işarəsi var, misal üçün. Bunu necə nəzarət edilir? Bu sadəcə bir vətəndaşın gördüyü bir şeyi tutaq ki, hansısa orqana bildirməsi ilə mi dəyişilən bir şeydir? Yoxsa bu, deyək ki, 5 illik yazılır və bu belə də qalmalıdır və dəyişə bilməz və bu kimi mi tənzimlənir? Əslində düşünürəm, bizim belə şeylərə birbaşa vətəndaş olaraq müdaxilə edə bilməməyimizin kökündə həm də bilgisizliyimiz yatır ki, biz bilmirik necə davranmalıyıq ondan.